Yay mövsümündə, yay mövsümü yalnız havanın istiləşməsi deyil, həm də qarderobların yenilənməsi deməkdir. Hər il olduğu kimi bu ildə moda dünyası yeni trendlərlə gündəmdədir. Bəs 2026-cı ilin yay dəbində hansı yeniliklər var? İnsanlar hansı rənglərə və geyimlərə üstünlük verirlər? Əməkdaşımız yayın dəbi və rəngləri haqqında sujet hazırlayıb. Xüsusilə də dəbə maraqlı olan insanları, xanımları ekran başına dəvət edirik. Yay gəlib küçələrdə rəngarəng geyimlər, fərqli üslublar diqqət çəkir. Yay kombinlərində hansı geyimlər ön plana çıxır? Bu ilin əsas trendi hansıdır? Dünya modasında müşahidə olunan yeniliklər ölkəmizdə də hiss olunurmu? 2026-cı ilin yay aylarında biz əsasən qarderobumuzda açıq rənglərə üstünlük verəcəyik. Hansı ki 2026-cı ilin Pantone tərəfindən seçilən rənglərindən biri buludlarla rəqs adlanan çox açıq tonlarda bəyaz rəngidir. Hansı ki bəyaz rəngin içərisində biraz daha açıq mavi tonları, bənövşəyi tonlar görə bilərik qarderobumuzda. Bu yay qarderobumuzda daha çox oversize geyimlər, yəni köynəklər, şalvarlar belə üstünlükləri daha çox boş, bol kəsimli geyimlərdən olacaqdır. Təbii ki, burada bu yayın trendlərindən olan retro printləri də unutmaq olmaz. Hansı ki, bu retro printlər böyük qaroşqalı, xallı parçalar hesab olunur və onlarla daha çox retro tərzi öz üslubumuzda hiss edəcəyik. Maraqlıdır. Vətəndaşlar yay geyimlərini seçərkən nələrə üstünlük verirlər? Onlar üçün əsas olan rahatlıqdır, yoxsa dəbə uyğun görünmək? Yayda paltar alarkən, belə deyək də, ən çox dəbə fikir verirəm. Dəb daha əsasdır, çünki qışla yayın dəbi tamamilə ayrıdır axı, fəsil söhbəti var deyə ortada. Onun üçün də yayda biraz açıq geyimlərə daha çox üstünlük verirəm məsələn. Həm rahatdır, həm dəb olsun, həm də ki abırlı olsun da. Oturub duranda da rahat oturub durasan da, açıq, saçıq olmasın da. Yəni həm dəbli olsun, həm rahat olsun, hamısı bir yerdə olsun da. O dəb o demək deyir ki, açıq-saçıq olsun. Açıq-saçıqlıq deyir ki, dəb. Yəni rahatlıq elə dəblə də ola bilər, rahat da ola bilər. Bəs moda sahəsinin nümayəndələri vəziyyəti necə qiymətləndirirlər? 2026-cı ilin yay dəbini fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Gənclər və böyüklər arasında seçimlər nə dərəcədə fərqlənir? Geyimlərimizdə bu yay daha çox əl işçiliyinə önəm verə bilərik. Hansı ki, əl işçiliyi ilə hazırlanan korsetlər, çantalar, qalstuklar da dəbdə olacaq. Hansı ki, qalstuklar bu sezon yeni trendə gəlmişdir. Bu qalstukların üzəri müxtəlif naxışlı, bəzəkli, daha çox 70-ci və 80-ci illərin modasının küləyini biraz daha hiss edəcəyik. Mən düşünürəm ki, keçmişin modasını bu günümüzdə əks elətdirmək biraz daha qarderobumuza çox gözəl şəkildə rəng qatacaq və trendlə tamamilə ayaqlaşacaq. Aksesuar seçimində ümumiyyətlə yay aylarında biraz daha həsir çantalardan, həsir aksesuarlardan, sırğalardan istifadə oluna bilər. Dəb dəyişir, rənglər dəyişir, trendlər dəyişir, amma bir qayda dəyişmir. Ən gözəl geyim insanın özünə yaraşanıdır. Görünür, 2026-cı ilin yayı bizə məhz bunu xatırladır. Jalə Qəhrəman qızı, Elşən Əhmədov, İlkin Məmmədov.